Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Paytaxtdakı 238 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi qəfil vəfat edib. Xəbər verilir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, məktəbin şagirdi Kamran Mahmudlu dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarının əzizlərinə səbir diləyirik. Nurani Ayan Babakişiyeva formada qalmasının sirrini açıqlayıb. Xəbər verilir ki, sənətçi bu barədə qonaq-canlı verilişində danışıb. Çörək yemirəm, şirini ümumiyyətlə nə vaxt yediyim yadımda deyil. Hətta öz ad günümdə belə tort yemədim, amma sağlam yaşayıram. Heç kəs düşünməsin ki, bununla bədənimə zərər, əziyyət verirəm. Artıq bəli, yeməklər, tərəvəzlər var ki, onlar məni 24 saat tox tutur. Vitaminlərimi də qəbul edirəm. Heç bir vitamin etkisi yaşamıram deyə Ayan bildirib.